Mosfilm və Suomi Film təqdim edir. Sovet İttifaqı və Finlandiyanın birgə istehsalı. Komediya və musiqili filmlər yaradıcılıq birliyi. Kibrit dalınca. Maya Lassilanın eyni adlı povesti əsasında. Rollarda Yevgeniy Leonov, Vyacheslav Nevinny, Rita Polster, Ritva Valkama, Georgiy Vitsin, Galina Polskih və başqaları. Можно смотреть на землю свысока, все проще пустяка. Жизнь готовит нам сюрприз, и каприз ее закон для всех. Жизнь сперва бросает вниз, а потом бросает снова вверх. Как хорошо подняться в облака, подняться в облака. Можно смотреть на землю свысока, все проще пустяка. Жизнь готовит нам сюрприз, и каприз ее закон для всех. Жизнь сперва бросает вниz, а потом бросает снова вверх. Bu inanılmaz əhvalat lap çoxdan baş verib, amma Lipirdə bunu hələ də xatırlayırlar. Qədim Finlandiyada meşənin dərinliyində yerləşən Mursada sadə, astagəl insanlar yaşayırdı. Onlar bir-birindən bir neçə verst aralıda olan təsərrüfatlarda yaşayırdılar. Ən azı 31 tuzaqda yerləşən və ən azı 3000 əhalisi olan Yokki şəhərini Lipirlilər həddən ziyadə qarışıq, səsküylü və möcüzəli hesab edirdilər. İşdən boş qalan vaxtlarında hamama getməyi, ya da onlar qəlyan çəkə-çəkə düşüncəli şəkildə dostları ilə söhbətləşməyi çox sevirdilər. Lipirli qadınlarsa qonşuların işləri barədə danışmağı xoşlayırdılar. Pisliyilə olmasa da, amma kifayət qədər qeybət şəklində nəinki hər qonşu qadını, hətta hər qonşu inəyini belə müzakirə edirdilər. Mina, afərin sənə. Yaxşı ki, bizə qonaq gəldin. Hə, işiniz çoxdur. Yusinin inəyi doğub. Doğrudan, qara? Hə, qara. Bəs Yusi hələ də duldu? Yusi Vatanini deyirsən də? Hə, onu deyirəm. Hə, hələ duldu. Kişinin arvadsız qalmağı yaxşı deyil. Gedim, kofe dəmliyim. Hə, indi kofe içmək yaxşı olar. Kofe lap yaxşı olardı. Kibrit tapa bilmirəm. Ey, İxalayla, kibritin var? Yox? Evdə kibritimiz qutarıb. Bu da burada yatır. Sərxoşdur? Nə danışırsan? 10 ildir ki, dilinə içki vurmur. 10 il? Hə, 10 il. Dostu Yusi Vatanin ilə sərxoş olub, o axmaq dəyirmançını döydü. Sonra da cərimə olaraq ona 4 inək verməli oldu. Ondan sonra içki içməməyə and içib. Hə, yaxşı dava idi. Dəyirmançı cəmaatı özünə güldürdü. Bir-iki qabırğası sınmışdı deyə elə səsküy qaldırdı ki. Məhkəməyə verməklə hədəliyirdi. Hər sınıq qabırğasına görə bir dənə inək verməli oldular. Bax, o vaxtdan şərabı oxşayan heç nəyə dillərinə vurmurlar.
Mənim İxalay nənimiz suyu üfürə-üfürə içir. Eşidirsən? Kibritimiz qutarıb. Get Huvaringildən kibrit al. Eşidirsən? Eşidirsən? Gəl belindən aşağı birini çəkək. Qoy mən vurum. İxalayın. Belə də vurarlar. Bax, belə lazımdır. Dedin, Hüvarindən gedim kibrit almağa. Hə. Get kibrit götür. Mən getdim. De ki qaytaracağıq. Sonra. İxalayla getdi kibrit dalınca. Getdi. Beləliklə, məsələ boş bir şeylə başladı. Qəhrəmanımız Anti İxalaydının evində kibrit qutarmışdı. Ən yaxın qonşuları qoca Hilvarnin cəmi 6 vers aralda yaşayırdı. Düzdür, göllə qayıqla üstsə ya meşədən keçib getsə yol kəsi olardı. Amma qəhrəmanımız dolanıb getmək qərarına gəldi. Əgər bu yolu seçməsəydi, Lipierlərin bugünə qədər də haqqında danışmağı sevdikləri hadisə baş verməzdi. İxalayın! Mən də səni görməyə gəlirdim. Mən ki buradayam, evdə deyiləm. Bir halda ki, evdə yox buradasan, onda geri qayıtmaq olar. Hara gedirsən? Hüvaringilən. Dul qalmış Yusevatinin də bu vaxt dostunun evinə ondan Hivarinin qızına elçiliyi elib onun almasını xahiş eləmək üçün gedirdi. Sənə bir işim düşüb. Dedin, hara gedirsən? Qoca Hüvaringilən. Ha, demək Hivaringilə. Hələ, onlara. Ha. Mənim də qara inəyim doğub. Qulaq as, mənə uyğun bir arvad namizədi yoxdur. Fikirləşmək lazımdır. Yusi, arvadlar Hüvarinin qızını çox tərifləyir. Deyirlər, çox qoçaq qızdır. Ərə gedənə qədər bütün qızları tərifləyirlər. Deyəsən, qoca Hüvarin qızına cehiz 1000 marka, bir neçə inək, paltar palaz da verəcək. Arvadın cehizi kimə lazımdır? Bütün günü başıma çırpar. Yaxşı, mən gedim. Hey! İxalayın. Bilirsən ağlıma nə gəldi? Bir halda ki onsuz da Hivaringilə gedirsən, elə getmişkən qızı barədə də danış. Bir halda ki onu mənə almaq istəyirsən. Əlbəttə danışma olar. Amma məndən elçi çıxmaz axı. Cəhd eləməklə nə olacaq? Soruş da. Özüm o qədər də marağında deyiləm, amma bir halda ki sən belə istəyirsən, nə eləmək olar? Yaxşı, danış. Çalışaram. Artıq yarım saat idi ki, İxalayın Hivarinin evində oturmuşdu. Elçilik barədə söhbəti başlamaq elə də asan deyildi. Axır ki, müdrik İxalayın bu incə söhbətə başlamaq üçün münasib söz tapdı. Deyirlər, Xutinənin donuzu doğub. Yusivatinin də qara inəyi balalayıb. Yusinin mal qarası çoxdur. 15 baş süd verən inəyi var. Evində süddə çinmək olar. Ən əsası isə Yusi mərhum arvadı ilə bir dəfə də dalaşmazdı. Nədir? Yusi yenidən evlənmək istəyir, hə? Hə, istəyir.
Amma çətin ki, Yusi hər qıza fikir versin. Axı onun evində arvad olmaq istəyən çoxdur. Çox. Lap çox. Qulaq asanla Kaysa, dur qonağa yemək hazırla. Burada təzə qurudulmuş tütün var. Qonaq ol. Eybi yox. Öz tütünüm var idi. Qonaq ol. Eybi yox. Qonağı yüksək səviyyədə qarşıladılar. Elə hey gözlədilər ki, indi elçiliyə başlayacaq. Amma Ekhovoy'un elə dostunu tərifləməyə davam edirdi. Yusinin yaxşı minik atı var. Yaxşı atçıdır. Atı ilə həmişə nəzakətlə davranır. Elə başqa canlılarla da. Atına da, arvadına da eyni münasibət göstərir. Bir də ki, Yusinin evində yayda da ət olur. Yaxşı, mən evə gedim. Anna Lizamın yanına. Bu yerdə hamı çaşıb qaldı. Ev sahibləri elə bildilər ki, səhv başa düşüblər. Yəqin bu Ekhovoy'un bekarçılıqdan dul dostu Yusi Vatanini tərifləyirmiş. O ki qaldı, Ekhovoy'una o cəsarətini toplayırdı ki, əsas məsələni dilinə gətirsin. Sizə bir məsələ üçün gəlmişdim. Bəlkə Anna Kaysla Yusi Vatanini ərə getməyə razılıq verər. İndi isə məsələyə aydınlıq gətirmək üçün başladığımız əhvalatdan biraz uzaqlaşıb, təzə qəhrəmanımız Dərzi Taxbo Kenonla tanış olaq. O hazırda növbəti müştərisinin evində oturub, gündəlik işləri ilə məşğul olur. Belə. Türkiyənin təzə nə xəbər var? Qulaq asın, mənə şalvar tikə bilərsiniz. Yox, Türkiyənin Taxbo Kenonun sənə şalvar tikə bilməz. O, bu şəhərdən köçmək qərarına gəlib. Elə gedəcək ki, yollarda toz qalxacaq. Doğrudan, Kenonin, Yoki'dən getmək istəyirsiniz? Hə, Taxbo buradan uzağa getmək istəyir. Taxbo Lipirdəki keçmiş sevgililərinə baş çəkməyə hazırlaşır. Al bir qurtum iç. Qoy ağlın başına gəlsin. Ne yaman tündü. Bu elə belə olmalıdır ki, Taxbo Kenonun kimi adama təsir eləyə bilsin. Deyirlər, cavan vaxtında evlənmək istəmisən. Düzdür. Anna Liza adlı bir qızı da gözaltı eləmişdim. İndi Ekhovoy'un arvadıdır. Bildin, onun arvadıdır. Ha, demək ürəyindəki qız o imiş, hə? Sən onu tanıyırsan? Görsəm, tanıyardım. Qoca Matixaninin qızıdır. Şeydi, Matixaninin yox, onun qardaşının. Ha, belə de, bu tamam başqa məsələ. Bir anlıq fikirləşdim ki, necə yəni öz qardaşının qızıdır? Yox. Bax, o qızı almaq istəyirdim. Ardansa o alçaq Ekhovoy'un çıxdı ortalığa. İndi gör, Taxbo Kenonun təntənəli surətdə nə deyəcək? Taxbo lap dünyanın o başında olsa da Anna Liza axtarıb
onu tapacaq. Qoy hələ bir o İxalaynin ölsün. Nişanlıma hədiyyə almağa pulum çatar. Huverinə də şərab almaq lazımdır. Belə şeylərə hörmətlə yanaşır. Hə, bu da düzdür. Mən də gedib qab gətirim ki, orada təzəsinə pul verməli olmayaq. Hey, İxalaynin! Hə? Yəni, bu doğrudan həmən şüşədir. Hə, Dərmançı ilə davadan qalan şüşə. hə, hə. Amma yaxşı əzişdirdik o vaxt onu. Demə, demə. Necə də olsa qırılmış qabırğalarına görə 4 inək verməli olduq. Hə, yaman dava idi. O vaxtdan elə dava görən olmayıb. 10 il əvvəl dostlar təntənəli sürətlə and içmişdilər ki, dillərinə içki vurmayacaqlar. Amma bugün keçmişi yad elədikcə xatirələr dostları yaman həyəcanlandırdı. Nədir, orada nəsə qalıb ki? Hə, bir balaca qalıb. Bəs bu artığı neyniyək? Düzdür. Bu zibili neyniyək? Bəlkə tökək geçsin. Hə, tökmək də olar. İtir buradan. Rədd ol! İtir! Rədd ol buradan! Qulaq as, İxlin. Deyirəm, bəlkə getməzdən əvvəl bunu içək? Hə? Sonra da boş şüşədə Huvarininə şərab gətirərik. Hə? Bir halda ki, sən istəyirsən, onda içmək olar. Bir neçə qurtumla ağıllı adam dəli olmaz. Burada bir-iki damcıdır. Bu İxalaynin hara yoxa çıxdı axı? Belə qısa yolda bu qədər ləngidiyi olmazdı. Görəsən başına nə iş gəlib? Bəlkə hardasa kanala düşüb. Yolda kanal nə gəzir? Nə bilmək olar? Bəlkə o yolla getməyib, fırlanıb gedib. Yadındadır, bir dəfə orada bir it bataqlığa düşüb ölmüşdü. Hə, it bataqlığa orada düşmüşdü. Sən burada qal. Mən gedim Küvaringilə. Bəlkə doğrudan İxalaynin bataqlığa düşüb. Əsas kibritdir. Onlardan kibrit götürməyi unutma. Hə, münasib qızdır. Elədir. Bir halda ki, qoca yaxşı da cehiz verir, onda heç peşman olmaram. Üzünü deyim ki, cavan vaxtında Kaysa Karxutar keçirdi ürəyimdən. Demək ürəyindən keçən o idi. Hə, o idi. O vaxt onu fikirləşirdim, amma o vaxt təsərrüfatım qaydasında Neyləmək olar? deyildi. Sonra da təsadüfən mərhum arvadımla tanış oldum. Hə, Lavi ilə tanış oldun. Onunla tanış oldun. Hə, o da pis qadın değildi. Kaysa Karxutar isə çox gözəl idi. Sonra da Makınına ərə getdi. İndi Yoki'də yaşayırlar. Hə, demək olar yaşayırlar. Yox ki də. Beləliklə, qəhrəmanlarımız Lipperdən Yokiyə gedirdilər. Eyni zamanda da dərzi Taxvo Kenon'un tələsmədən Yoki'dən Lipperə gedirdi. Oh, bax, Taxvo gəlir. Ha ha ha! Oh! Kimi görürəm? Dostlarım İxalaynin və Batinin. Nəsə yadıma düşmür. Bu elə bir Taxvo Kenon'da axı. Özüdür ki var. Mən Anna Lizama elçi düşəndə
Bu qorxaq onun dalınca sürünürdü. Deyirlər, bu dərzi Hüverinin də qızına ilişib. Yenə piyada gedirsən? Apostol Pavel həmişə piyada səyahət eləyərdi. Düyünçədə nə yaparsan? Var dövlətini? Gör, tax bu Kenonen sənə nə deyəcək? Hey, bəsdir, yıxılayın. Əl çək Mən ondan, otur arvadıma gedək. eşitmişəndə onun dalınca sürünürdü. Otur gedək. Sənin evində kimin ağalıq eləyəcəyi hələ bəlli deyil. Bildin? Hey, dayanın, hara gedirsiniz? De ki, Amerikaya gedirik. Yusi Amerikaya gedir. Mən də Yokiyə qədər onu ötürürəm. Bilmək olmaz. Şeytana uysam bəlkə elə özüm də getdim ora. İlahi sən rəhm elə. İxalaynin, bəs arvadın? Deyir ki, onu atmışam. İxalaynin qoca arvadını daha sevmir. Amerikada özünə cavan arvad tapacaq. Lipirdəkilərə salam de. İlahi. Amerikaya. Willi Hutinin ən çox sevdiyi iş son xəbərləri danışmaq idi. Lipirdə hamı Hutinin ən vicdanlı qopçu hesab edirdi. Hamı deyirdi ki, vicdanlı qopçudur. Yalan deyər, amma həqiqəti də gizlətməz. Hey! Brr. Taxvo, eşitmisən vatanına nə olub? Amerikaya gedir. Hər şeyini satıb, evini, inəklərini. Vatanınla birlikdə dostu lənətə gəlmiş ilk alayının da geçseydi, dalınca ağlayan da olmazdı. Puh. Bildin? Yusi çoxdan da oradakı bir tanışı ilə yazışır. O da buna deyib ki, gəl. Gözəl yaşayışın olar. O qədər pul qazanacaqsan ki, Amerikalılara hiylə gəlib, sahibi aldada bilsən, gündə bir onluq dalata bilərsən. Vatanın da fikirləşib, Amerikaya bilet alıb. İxalaynin də Yokidən onu ötürməyə gedib. Amma görünür, onu elə Amerikaya qədər ötürəcək. İkisi də orada qalacaqlar. Gör ha, Amerikaya. Hey! Hey! Belə işlər. Sən deyəsən, İxalayının keçmiş arvadısan. Nə məsələdir? Amerikaya getmək İxalayının ağlına hardan gəldi? Nə? Nə dediniz? Hara gedib? Amerikaya? Bəs mənə niyə heç nə deməyib? Səfərdə çox olacaq? Çox? Bəlkə də yox. Bir də ki, biz kişilərin yolunu kim bilir axı? Nə olub axı ona? Amerika niyə gedib? Niyə axı Amerikaya? Biz kişilərin işlərindən kimin başı çıxır ki? Bəlkə özünə təzə analiza tapmağa gedib, hə? Analiza əvvəl özünü itirdi. Sonra İxalayının kanala düşmədiyini fikirləşib, hətta sakitləşdi. Bir də ki, Amerikanın harda olduğu barədə heç təsəvvürü də yox idi. Nə yaxşı, qəhrədanda su turşudur. Tez ol, kibrit ver. Ah ilahi, sən saxla, mənim yaddaşıma nəsə olub. Kibrit tamam yadımdan çıxıb. Bu cür sobasız daxmada yaşamaq olmaz. Bəs İxalayla naharını? Onun barəsində yaxşı nə öyrəndin? Yaxşı, onu öyrəndim ki, xoşbəxtlikdən kanala düşməyib. Amerikaya gedib. Amerikaya? Qəfildən durub gedib Amerikaya? Evini arvadını atıb? Onda sənin İxalayının heç də yaxşı adam deyil. Heç nəyə atmayıb. Qaydacaq da oradan. Hə, qaydacaq, gözlə. Yox, dul qalacaqsan. Amerikaya arvadını həmişəli atmaq qərarına gələnlər gedir. Axı sən İxalayına nə inəmisən ki, bu qədər bezib qaçıb? Bəlkə onu döyürsən? Yox, heç vaxt onu döyməmişəm. Yox, bir heç vaxt. Bəs dünən, özü də belə.
Eğer bilseydim ki buna göre əsəbləşib Amerika'ya gidecek, ben hiç vurmazdım onu. Görünür şər qüvvələrin təsiri altındadır. Görürsən, tanrısız həyatın axırı necə olur? Раз мужик зашел в кабак, шляпа на затылке, вдруг откуда ни возьмись, чертик из бутылки. Черти что из боку пальцев, не было печали, мужика вы только гляньте, черти накачали. Вот пришел мужик домой, в дверь заходит города, а жена его ругать и послала к черту. Черти что из боку пальцев, не было печали, мужика вы только гляньте, черти накачали. Что тут делать, как тут быть? После бурной стычки он поплелся к кабаку, к черту на кулички. Черт, что из боку мальчик, не было печали, мужика пошли накачали. Он опять пришел к жене, с ней дружить желает, но жена его к себе снова посылает. Черт, что из боку мальчик, не было печали, мужика вы только гляньте, черти закачали. Так и ходит до сих пор он, меня дорогу, тут не дождь, человек, черт самой в ногу. Nədir? Sərxoşsan? Yox, Bəs onda niyə iki görürsən? iki niyə? Laf şişə kimi. Ayığam. Hə, deməli, onda mən də ayığam. Ey, tərpən!
Kimdir axı mənim üzümə şillə vuran? Maraqlıdır. Görəsən bu samanı hardan alıblar? Nə bilmək olar? Bəlkə öz tarlalarında yetişdiriblər. Hə? Əcəb yaxşı samandır. İnəklərə yaxşı yem olardı. Barmaqlıqlar möhkəmdir. Hə, qalın, dəmir barmaqlıqlar. Bu cür maraqlı kameraları cənab polislər necə fikirləşib tapırlar? Çox bicdilər. Bu kameradansa hamam düzəltmək olardı. Burada döşəmədə uzanmaqdan hamamda özünü buxara vermək əlbəttə ki, daha xoş olardı. Onların da işi az olardı. Daha saman almağa məcbur olmazdılar. Kəndliyə nə var? Hamamın quru taxtasının üstündə də yata bilər. Hə, aydındır, razıyam. Köhnə bir örtük gətirib salardım altıma. Laf qu tükündəki kimi rahat yatardım. Nə oldu? Koknenin xəstəliyi sağaldı? Onu deyəsən qoca qaraçı müalicə eləyirdi. Hə, tamam sağalmışdı. Amma ondan biraz keçən kimi yenidən qurudu. Hə, indi sizin işinizə baxılacaq. Qalxın, qalxın gedək, tez. Cənab polis, bir sual verim sizə. Siz əslən haralısınız? Kixtilustan. Belədir, Kixtilustan. Elə mənim atım da oralıdır. Tələsin, yoxsa polismeister qəzəblənər. Belə. Sərxoş vəziyyətdə ata minmək küçə hərəkəti qaydaları pozuntusudur. Polisə müqavimət göstərmək, tutularkən dava salmaq. Biz o qədər cinayət işlədə bilməzdik. Hələ dünən gəlmişik. Bundan başqa tacir 1-in dükanını dağıtmaq, tacir 2-nin dükanını dağıtmaq, 3-ün dükanını dağıtmaq, tacir 5-ə, tacir 6-ya, bir də tacir 7-yə maddi ziyan vurmaq. Bu siyahının bir sonu olacaq? Belə. Bir də polisi təhqir eləmək iddiamı ilə Yusi Vatnin xüsusi cəriməyə məhkum edilir. Yusi, gör sənə nə deyirəm. Bütün bu cənablar və o biri avaralar həmişə sadə xalqa qarşı çıxırlar. İxalaynen də cərimə olunur. Mövcud quruluşa şər atdığı, qanun və qaydaları pozduğu üçün. Yusi, bir bax. Yəni, bu qədər içki bizi bu vəziyyətə sala bilərdi. Hə, hamısının səbəbi odur. Lənətə gəlmiş şüşə bizi hətta polisə də saldı. Murdar. Ay sən. Murdar! Yəqin bu işə qara qüvvələr qarışıb. Olmasa polisə niyə düşürdü yaxı? Hə, aydın məsələdir ki,
qara qüvvələr qarışıb. Bizi cərimə eləyən rəis yaman yeşə qarnı idi. Elə ona görə də bizi cərimə elədi. O yeşə qarnını nəyinləsə doldurmalı idi ya yox. Bir saat cinayətlərimizi saydı. Biz də o qədər cinayət işlədə bilməzdik axı. Bizim bir markamız da qalmadı. Lucy! Kömək eləyin! Kömək eləyin! Kömək eləyin! Başını dik tut. Ehtiyatlı ol! Yavaş ol! Qayıqdan tut! Tut! Yapış qayıqdan! Mən sənə indi kömək eləyərəm! Tut! Mən sənə kömək eləyərəm! Odur, odur. Vəssalam, daha geçdi. Onları görmədiniz. Kimlər idi? Dünən meydanda dava salanlar. İndi də boğulmaq gəlib ağıllarına. Bu liperlilərin əlindən lap təngə gəlmişəm. Ah, Dostlar bir qədər quruduqdan sonra pulsuz və hədiyyəsiz Liperə qayıdırdılar. Elə bu vaxt Lucy Watn'in həyatında böyük bir dəyişikliyə səbəb olan görüş baş verdi. Bax, donuz balası. Düzdür, donuz balasıdır. Maraqlıdır. Görəsən kimindir? Tutmaq lazımdır onu. Nişanlıma hədiyyə eləyərəm. Bəlkə kiminsə malıdır. Heç kimin deyil, yox ki də heç kimin donuzu yoxdur. Ey oğlan, qulaq as. Kimin oğlusan? Kotilayne'nin. Bəs donuz balası kimindir? Heç kimin. Burada nəsə axtarır. Hə, gördün? Mən atı tutum, sən get donuz balasını tut. Mən getdim. İcazə verin sizə məruz eləyim. Bugün buraxdığınız liperlilər dərhal göldə batdılar. Göldə. Necə yəni batdılar? Deyə bilmərəm. Hah! Bu sənin göldə batanların deyil? Hə? Elədir ki var. İnanılmazdı. Onlar ki, sağdılar. Deyə bilmərəm. Hə?
İlahi, bu nədir axı belə? Ay sizi quldurlar, başqasının həyətinə giriblər. İndi polis çağıracağım. İndi mən polis çağıracağım. Bax belə. Aman Tanrı, sən rəhm elə. Yusi. Yusi vatanın. Kaysa. Kaysa Karkotar. Mən. Antixalayının Liperdən. Sən deməli Makon'un ərə gedən həmin Kaysısan? Ərə gedib yox deyə köçdün. Bu domuz balası bizimdir, onu tutmağa çalışırıq. Əlimizdən çıxıb qaçdı. Ay, bura gəl. O ki Liper'dəndir. Mənim demək olar ki, yaxın qohumumdur. Deməli, ərinizlə bu evdə yaşayırsınız? Ay, mənim əzizim, mənim balacam. Burada tək yaşayıram. Bir ildir ki, dulam. Belədir. Deməli, ərin Makinin ölüb. Ölüb. Bəs ərin hansı xəstəlikdən öldü? Mən bilən adi ölümcül xəstəlik idi. Zəiflədi, axırda da öldü. Bəs o gecə öldü, yoxsa günün günorta çağı? Nə gündüz idi, nə də gecə. Hardasa sübh vaxtı idi. Ay, mənim balacam, mənim əzizim. Maraqlıdır. İndi neçə inəyin var? Əgər bir saysaq, onda 15 inəyim var. Yusi'nin 15 inəyi var. Oo, 15 inək. 15 inək? Yəqin o cür təsərrüfatın yaxşı çəmənləri də var. Var. Yusi, Kaysanı əvvəlki vaxtı ilə müqayisə edirdi. Ona elə gəlirdi ki, o heç dəyişməyib. Köhnə eşqi yeni etirazla ürəyində oyandı. Yəqin evin ucuz olmaz. Hə, cəmaat deyir, təmir eləsən yaxşı qiymətə gedər. Evi təmir eləsən qiyməti artar. Deməli, Makon'un ölümündən 2 il keçir. Hə, Yəqin burada yox ki də qanunlar Liper'dəki kimidir, hə? İstəsən, bir ildən sonra təzədən ərə gedə bilərsən. yəqin qanunlar elə eynidir. Həm də ki, bizim keşiş Liper'dən. Onda aydındır. Qanun eynidir. Deməli, yenidən ərə getmək barədə düşünmürsən?
Çarpayının yarısını boş saxlamaq olmaz axı. Yox, çarpayının yarısını zibilin biri ilə doldurmaqdansa boş saxlamaq yaxşıdır. Yusi, nə oldu? Gözü görüm, olmaz axı. Bəs siz Yoki ilə donuz satmağa gəlmisiniz? Yo, dedi öyrənə görə Mako'nun dul arvadı burada yaşayır. Elədirsə bir qonaq gedək. Makoninin bəs sənin arvadın necədir? Səhhəti Hansı necədir? səhər? Çoxdan qəbirstanlıqdadır. İlahi. Hə. Bizim Yusi dul qalıb. Təsərrüfatında qadın əlinə çox ehtiyac var. Hə, elədir. O qədər süd olan evdə kişi tək necə baş çıxarsın? Yusi Vatinin təzədən evlənmək fikrindədir. Biz bura Yokiyə gələndə Yusi belə dedi. Kaş Kaysa Karxutar dul olaydı, mənə ərə gəlməyə razılaşardı. Bəs zarafat elədin. Amma belə dedi. Təsadüf elə gətirmişdi ki, təxminən elə həmin gün Yorkidəki Muli adlı qəsəbədən Partanin adlı bir nəfər Kaysa Karxutara elçi gəlmişdi. Kaysa, geç otur Yusi'nin yanında. Boş-boş danışırsan, neye lazımdı axı? Otur, nə var ki? Tənha qadının yeri oradır. Onun qara inəyi doğur. O qədər iş var ki. O qədər iş var ki. Kimin ağlına gələrdi ki, belə alınacaq? Qoca vaxtımda başıma hava gəlib. Yedim donuzu qoyum arabaya. Get. Zibil. Atı küçədə açıq qoymuşam. Atamı! Küçədə. Şləpanı götür. Tez! Yusi. Qaç. Niyə ayağa düşdü? Buradan hara? Hanı axı bu küçə? Hansı küçə? Ha, nə oldu? Kaysa Makke'nin evinin neçə olduğunu öyrəndin? Öğrendim. Her şey yolundadır. 4000. Yaxşı, gedək. Əriyə bir fincan kofe içək. Dayan. Hey, dayan. Ehtiyatlı ol. Bizim atımız hanı? At! Yusuf Vatinin atı. Ben at görmemişim. Ehtiyatlı ol. Ne danışırsan? İndi onu necə axtaraq? Hey! Bizim atımız bu küçədə qalıb. Oğlan! Hey! Katilaynının oğlu! Hanı bizim arabayla at? Hansı at? Burada küçədə dayanan at? Hə! Hə, Kixt eləyirsə evinə qaçıb getdi. Bəs niyə Liperə yox ki Hitler'usa? O axı əslən Kixtilustandı. Tez qaçaq. Dayan. Nə var? Yusi, belə ona çata bilmərik. At götürmək lazımdır. Heç olmasa bax onu. Bu iki başqasının atıdır. Özümüzünkünü tapanda onu gətirib geri qaytararıq. Bakın. Bu nədir? Mənim atımı aparırlar. Polis! Polis! Dayan! Polis! Nə bağırırsan? Polis! Dayan! Sessiz. Sağ Siz yenə dələ duzluq eləyirsiniz. Bu kimin atıdır? Bilmirəm. Mənim. Onu məndən oğrayıblar. Yalan danışma.
Heç biz quldura oxşuyuruq. Bir baxın da, oxşuyuruq. Ha? Hey, nə asalmısan? Hey. Hey, sən nə istəyirsən? Ne dedin? Götürün uğurlanmış atınızı gedin. Sizsə mənlə gəlin. Tez. Ölməyə, cəld. Mən axı Kirtilis'e getməliyəm. Gedək, az danışın. Çatdıq. Deməli belə. Tekrar mən olan borcunu keçəcəm. 20 markada pay verəcəm. Kaysanı mən ərə gəlməyə razısan. Bunu yoluna qoyarıq. İlk olarak ona de ki, evimdə xanım üçün kifayət qədər iş var. Bildin, günü işçinin günündən artıq olmayacaq. Yaxşı budur, hər şey birbaşa özünə de. Belə başa düşdüm ki, ürək məsələsidir. Ürək barədə heç nə bilmirəm. Amma mənim keçmiş arvadım heç iş görən deyildi. Zəif idi. Kaysanınsa bədəni məncə möhkəmdir. Kaysa yaxşıdır, işləyə bilər. Gedək. Yenə buradasınız. Bu dəfə nə eləmişsiniz? Heç nə? Sadəcə arabada oturub gedirdik. Elə gedirsiniz. Axı, hara gedirdiniz? Biz ki, nədir? Kirtilis'e. Tamam da ayıq idik. Bu atın kimin olduğunu bilirdiniz? Yox, biz hardan bilməliydik axı? Elə bilirsiniz, atın alnında ya quyruğunun altında nəsə yazılır? Deməli, onu uğurlamışsınız. Yox, bu ağ yalandır. Mənim həyətimdə 15 baş süd verən inəyim var. O qədər süd var ki, sənin belə qarnını doyurda bilərəm. Heç kimin atını oğurlamağa ehtiyacım yoxdur. Bəs o nə deyil, Donuz balası. Donuz balası. Hardan daxı bu lənətə gəlmiş donuz balası? Donuz doğub. Bu da uğurluqdur. Makinenin dul arvadı bunun bizim donuzumuzun olduğuna şahidlik eləyə bilər. Bizə inanmırsınızsa ondan soruşun. Kaysanın evində isə bu vaxt elçilik idi. Əslində sahibi özü Partanenin qərarının ciddi olduğunu bilmirdi. Fikirləşirdi ki, söhbət evinin satılmağından gedəcək. Vəssalam, başla. Mənim evimdə iş az deyil. Belə də deyil. Deyəcəm. Siz əvvəldən deyildiyi kimi Partanen işləyən insanları sevir. Məsələn, o ot biçəndə arvatlar ona çatmaq üçün az qala qaçırlar. Bəzən heç kişilər də mənə çata bilmir. Taxıl döymək barədə də de. Döymək. Partanenin evində sahibə də daxil olmaqla bütün qadınlar taxıl döyməyə gedirlər. Əlbəttə ki, Partanen özü hamıdan çox döyür. Yox, bunu birbaşa de ki, hər halda döyməli olacaq. Deyirəm ki, qadınlar da taxıl döyməli olurlar. Mənim evimdə işsiz oturmaq olmaz. Elə işləmək lazımdır ki, sümüklərin sızıldasın. İndi də inəklər barədə de. İnəklər. Deyirəm ki, Partanenin həyətində 10 baş inəyi var. Yox, əgər qabağıma yaxşı arva çıxsa, yük atı kimi sümüklərini heyfi gəlmədən işləyə bilsə, onda daha çox inək saxlamaq olar. Çəmənlər barədə danış. Çəmənlər. Partanenin yaxşı çəmənləri var. Gizlətməyəcəm. Mənlə ot biçməyə razılaşacaq qadının işi ağırdır. 300 bağlamadan sonra istənilən qadın axşam ahva eləyər. Deyəsən bitdi, hə? Axıra qədər yorulda. Guruldayıram. Belə Kaysa, əgər sümüklərinin bu qədər ağır işə tab gətirə biləcəyini düşünürsənsə, onda boğçanı yığ, Partanenlə birlikdə get kəndə yaşamağa. Sizin susmağınız mənim təsərrüfatımı yaxşılaşdıran deyil. Razılaşdınız, nişan üzüyünü elə indi ala bilərəm. Bağışlayın. Makoninin dul arvadı Kaysa Karkutur sizsiz. Bəli, mənim. Sabah səhər polis bölməsinə gəlməlisiniz.
Ne olub ki? Ha? Ne olub? Sizin atı uğurlayan oğrular dedilər ki, Malkoninin dul arvadı onları yaxşı tanıyır. Bəlkə Anti ilə Düzdür, Yusidir. adlarını elə dedilər. O caniləri tanımaq üçün sabah bölməyə gəlməlisiniz. Bağışlayın, üzr istəyirəm. Barton, gedin polisə deyin ki, onlar sizin atı uğurlamayıblar. Sadəcə minmək üçün alıblar. Onlar Lipirdəndir. Mənim yerlilərimdir. Bizə qonaq gəlmişdilər. Burada oturduqları vaxtda atlarını uğurladılar. Görünür polisə getməli olacaqsan. Hər halda yerliləri daxı. Getməli olacağım. Amma gələn bazar günü nişanlandığımızı elan edəcəyik. Səs göyü toy edərik. Sonra da sənin sümüklərinin səsi bütün kəndə yayılar. Bu arada İkhalayninlə Vatanenin göldə boğulduğu barədə şayiələr artıq Lipirə çatmışdı. Hər kəs də üstünə biraz qoyub danışırdı. Lipirdə təzə nə xəbər var? Hə. Liperiyadan təzə nə xəbər ola bilər? Domuz səsi, bir də arvadların qışqırığı. Amma yox ki də deyirlər ki, elə hadisələr olub ki, İkhalaynin və Vatanen taxta bərənin üstündə üzüb göldə batıblar. Əməlli başda hadisə olub. Bir də axı kim dedi ki, bərə olub? Yox ki də hər zibilə baxmırlar. Onlar bərəni suya buraxmazlar. Əsl paraxod olub. Deməli, bərə olmayıb, paraxod olub. Yokinin ən yaxşı paraxodlarından biri. Suya elə batıb ki, havada yalnız tüstüsü qalıb. Bəs Yusili Antinin o paraxodda nə işi var idi? Nə işlər olacaq? Amerikaya gedirmişlər. Amerikaya? Belə səfərlərin axırı həmişə bu cür olur. Amerikaya. Yazıq Anna Lisa'ya baş çəkmək lazımdır. Dul qaldı. Yox, bu cür sobasız daxmada yaşamaq olmaz. 3 gündür evdə soba yanmır. 3 gün. 3 gündür dilimə bir qurtum kofe dəyməyib. Onda sən də götür kofe dənələrini çeynə, üstündən də şəkər ye. Seni... Belə... Ayağa qalx. İndi od əldə eləyəcəyik. Biraz tez fırlada bilərsən. Kim belə fırladır axı? Dayan, mən özüm eləyim. Gəl. Sənə xəbər gətirmişəm, bədbəxt qadın. Anti Amerikaya getmək üçün paraxoda əyləşib. Amma yolu qısa olub. İkhalaynin. Sahildən aralanan kimi qabağına elə bir maniyə çıxıb ki, onu keçə bilməyib. Deyirsiz keçə bilməyib? Deməli İkhalaynin geri qayıdıb? Başqa bir bədbəxtlik yüz verib. Dənizin dibinə batıb. Başa düşmürəm, nə deyirsiz? Necə yəni dənizin dibinə batıb? Niyə? İkhalayni deyirsiniz? Niyə?
Ona görə ki, sizin ilk halayının dəniz yolu ilə Amerikaya getməməli idi. Şeytana uyub, o da onu Amerikaya getməyə məcbur eləyib. İlk halayınınla Vatanini dənizdə boğan da elə həmin şeytandı. Axı, niyə hər şeyi atıb getsin? Aramızda heç vaxt dava olmayıb. İlahi. İxalayın. Yəni doğrudan Amerikaya gedəndə yolda boğulmusan. Dəhşət. Yəni dedikləriniz həqiqətdir? İlk halayının niyə boğulmamalıdır ki? İçən cənabların çoxu Tanrının dərgahına belə gedirlər. Dənizin dibində indi kifayət qədər ət var. Daha geri qayıtmayacaq. Ağlasan da, ağlamasan da fərqi yoxdur. Bütün kənd bilir ki, bunun səbəbkarı sən deyilsən. Yadındadır, qoca Soyninin boğulub öldü. Arvadı başqasına ərə getdi. Niyə o xutunundan kibrit almadınız? Niyə? Saman deyəsən həminkidir. Dünən üstündə yatdığımız. Hə, həmin samandır. Yəqin dəyişməyə vaxtları olmayıb. Vaxtları olmayıb. Yoxsa bizim üçün təzə saman sərərdilər. Fikirləşirəm ki, atım Kixçilüsə köhnə sahibinin yanına gedəcək. O da atı tanıyıb, təzədən gətirib mənə verəcək. Donuz ağıllı heyvandır. Bəs necə? Hər halda bizi Kaysanın evinə donuz aparıb çıxardı. Donuz olmasaydı Kaysanın harda yaşadığını heç vaxt bilmərik. Hə, onun köməyi olmasaydı Kaysanın dul qaldığını da öyrənə bilməzdik. Qəribə işdi. Son günlərdə o qədər hadisə baş vermişdi ki, o qədər şayələr yayılmışdı ki, amma bu evdə heç kim heç nə bilmirdi. Sakitcə Anna Kaysanın toyuna hazırlaşırdılar. Vatanınla Yoki niyə bu qədər ləngidilər? Düşünürəm ki, bu axşam qayıdacaq. Əmin ol ki, Yusi Vatanın sənə hədiyyələr gətirəcək. Yox, Yusi boş yerə ləngiməzdi. İlahi. Taxva Kenan'ın gəlir. Kim? Dərzi, Taxva Kenan'ın. Taxva Kenan'ın çoxdadır Liperə gəlmir. Bircə bu çatmırdı. Tez hər şeyi gizlədin. Axı hələ nişanı elan eləməmişik. Bu barədə danışmaq lazım deyil. Hər şeyi gizlədin. Qəhvədanı odun üstünə qoy. Qəhvə isə tez çıxıb gedər. Taxva Kenan'ın. Əzidi ki var. Taxva Kenan'ın. O, Liper'dəki doğmalarını görmək istədi. Taxva Liper'də anadan olub, boya başa çatıb. İndi də Liper'ə qayıdıb. Taxva Kenan'ın Yusi Vatanın kimi doğma diyarını atıp Amerika'ya gidenlerden değil. Vatanın barədə deyəsən nəsə dedim. Məyər bilmirdiniz? Hər vaxtınız xeyir. Deyirəm, siz bilmirdiniz. Yusi evini, inəklərini satıb, gedib Amerika'ya. Sen nereden bilirsin? Yok ki yolunda onu özüm gördüm. Ano bir de yekə qarın ilk halayını şəhərə onu ötürməyə gedirdi. Veli Xutunun da görüb onları. Mən axı deyirdim ki, bu Yusi Vataninin axırı yaxşı olmayacaq. Taxva, sənə demişdim ki, Amerikaya qədər üzməyəcəklər. Demişdim. Nə olub? Nə olub ki, hə? Yusi ilə Antti böyük bir gəmiyə miniblər. Bütün Liper cəmaatı o gəmiyə yerləşə bilərdi. Orada hər kənddən kişilər olub. Hamısı da nəyə görəsə Amerikaya getmək istəyirmiş.
Amma paraxod sahildən aralanan kimi at quyruğu tək ora-bura ləngər vurub gedib dənizin dibinə. Vəssalam. Bir halda ki əri batıb, deməli Anna Liza dul sayılır. Suda boğulmuş adamın arvadı tam hüquqlu dul sayılır. Ay səni taxbo. Ay səni Kenan. İndi boğulmuş kişinin dul arvadının əri gör kim olacaq? Bu şəhərin sakini Kaysa Makkanensisiz? Əlbəttə odur. Başqa kimdir ki? Susun. Soruşuram ki, həmin qadın budur. Sizin suallarınız olmasa da onun qadın olduğu bəllidir. Bir halda kəsək giyinib. Susun. Kaysa Makkanensisiz? Hə, Makkaninin dul arvadı. Vatanında məni tanıyır. Bəsdə danışdın. Kaysa Makkanen, bu iki kişini tanıyırsınız? Necə tanımayım? Onlar Lipirdəndilər. Bu aydındır. Vatanın qoca Vatanının oğludur. O biri isə Anti İxalaynındır. Anna Liza ilə evlidir. Bir vaxtlar Bərzi Taxvı Kenan'ın da o qızla evlənmək istəyirdi. Susun! Bu işe başka ne əlavə edə bilərsiniz? Hansı işə? Burada heç bir iş yoxdur. Ne oldu? Eşitdin? Mumla! Özün mumla. Mənə qulaq asmasaz, asacağım sizi. Hünərindi as. Günün günorta çağı, partnerin atını uğramışsınız. Siz, quldursuz. Biz ki... Bu yalandır. Meğer bu iki adamı atını uğramakta itham edən sen değildin? Yok. Bəs onda bu atı kimden uğrayıblar? He? Hiç kimin atını uğramayıblar. Bu iki adamın mindiği at senin değildi. Elbette benim idi. Deməli onu senden uğrayıblar. Axı deyəsən partının dedi ki, uğurlamayıblar. Arvad sus. Mən arvad deyiləm, Makkanının dul arvadıyam. Bəs onda senin atına niye minmiştiler? He? Niye? Elə belə. Sizin polisi gıcıklandırmak için zarafat eləyirdiler. Deməli, polisə sataşmaq? Nə əsasla polisə sataşmağa cəsarət eləyirdiniz? Bunu Vatanenə mən məsləhət gördüm. Qəsdən özlərini uğru kimi göstərdilər ki, polis çağıraq, görək bu əyyaşlar necə işləyirlər. Onda hamı görər, bu polislər əsl uğrunu düzgün adamlar necə seçirlər. Ya yox, işləri yüzləri cəmaatı cərimə eləyib, hoppunla içki içməkdir. Belə. Vatanen, sizə polisə sataşmağı Partanenin məsləhət gördüyü düzdür? Heç kim bunun belə olmadığını demir. Hər şey aydındır. Məlum oldu ki, şübhəlilər Partanenin göstərişi ilə hərəkət ediblər. Bir halda ki, heç bir cinayət işlətməyiblər, azad edilirlər. Partanen isə polisin işinə mane olduğunu öz dili ilə etiraf elədiyi üçün təhqiqat aparılana qədər bölmənin kamerasında qalacaq. Torvelaynen. Əsl iblis yuvası buraymış. Günahsız adamları öz atına uğramakta itham edib, tutup salırlar. Bu parmaklıklar arasına hüneriniz çatmaz. Kameraya tez. Çox danışmayın. Keçin içəri, keçin kameraya. Hər bir dərzi kimi Taxbo Kenan'ın da rəqəmlərə hörmətlə yanaşırdı. Anna Liza'nın evinə girməmiş, vaxt itirmədən gələcək mülkünü hesablamağa başladı.
Axır ki, Analiza İxalaynin adlı o ağır bəladan canın qurtardı. Başa düşürəm, bu çətindir, çox çətindir. Ümid edirəm torpaqlarını da özü ilə aparmayıb. Ümid edirəm onları sənin üçün qoyub. Düzdür? Hər şeyini qoyub. Analiza tək qalmağı çətinlik çəksə, başqasına ərə gedəcək. Bu evin sahibi olmaq arzusunda olan çox adam tapılar. Bilmirəm sizin bu ucqar kənddə necədir, amma yox ki də. Gözəl qızlar hər evdə var. Amma heç birinə ər tapılmır. Tapılmır. Yəni sizin diyarda kişi belə azdır? Çox azdır. Yəni, sadə adamların arasından ər tapmaq olar. Amma yüksək səviyyələri gündüz çıraqla gəzsən tapa bilməzsən. Dərzi isə lap qıtlıqdır. Demək olar, heç dərzi kişi qalmayıb. Axı, dərzi iynəsini tərpədən kimi pul kisəsi dolur. Hə, ələl xüsusda, əgər şalvar tikirsə, həm də zadəgən müştərilər üçün. Deməli, indi ağalar üçün tikirsiz Kenan'ın? Ağalar üçün. Şalvar məsələsində mən çox məşhuram. Analiza, niyə qonağa qəhvə vermişsiniz? Bəlkə sizdə qəhvə olmur, hə? Qəhvəmiz var, amma evdə kibrit yoxdur. Bir dənə də. Heç sobanı da yandıra bilmirəm. Sən taxboya tam arxayın ola bilərsən. Bir halda ki, belədir, taxbo Kenon'un sənin dayağın olmağa hazırdır. İndi. Bir dəqiqə. Buyurun, kibrit. Nə böyük xoşbəxtlik. Ver. Həqiqətən də doğru çıxdı. Taxva Kenon'un mənə dayaq oldu. Neçə gündür burada donuruq, heç kim bizə rəhm eləmir. Heç kim kibrit vermir. Amma Taxvo gəldi və bizə kibrit gətirdi. Qulaq as Kenon'un, tələsmə. Belə qaça-qaça salma. İşi ləngitməklə heç nə düzələn deyil. Bəs əgər qayıtsa? Deyirsən, yəni cəhənnəmdən qayıdar. İndi sənin keçmişərin durna balığının qarnında üzür. Amma onu da bil ki, Taxbo Kenon'un bu ucqar yerdə qalan deyil, Analiza. Meşədə yaşamaq fikrim yoxdur. Bura yaxın yerdə bir boş ev var. Bax, ora köçəcəyik. Elə köçəcəyik ki, yerlər çat verəcək. Məni buradan zorla aparacaq? Axmaqlıq eləmə. Başqası bəlkə bundan betər olacaq. Hər halda kişidir, əynində şalvar var. Oturub başqasını niyə gözləyəsən ki? Getdik! Hə?
Yusi, bu qədər yüklə qocanın evinə getmək lazım deyil. Hə, qulaq as, ondan özün danış. Bilmirəm, bir şey uydur. De ki, qısası məsələni qarışdır. Ay səni yadaqlı. Hey, İxlaynin, Nədir? çoxdandır səndən soruşmaq istəyirdim. O gün Huvaringilə niyə gedirdin? Kibrit almağa. Ha, deməli kibrit almağa gedirdin. Bu sensen İkhalaynin. Gel dönek Hayverningil'e. Hereye bir fincan kahve çek. Vattenin Yoki'də yoxa çıxdı. Nə qədər axtardım, o ilanı tapa bilmədim. Bir neçə gün polislə çox axtardım. Bugün öyrəndim ki, dul qalmış Kayskarkutlar onu öz toruna salıb. Ona elə ora yaraşır. Ona elə ora yaraşır. Deyirlər Yoki'də içib dava salıb. Görürsünüz, hətta içib və dalaşıb. Axı belə avara bir adam sizin qızınızın nəyinə lazımdır? Elə deyil. Az qala unutmuşdum. Sizə balaca bir işim düşüb. Arvadım göndərmişdi ki, soruşum, kibrintiniz var? Orada rəftədir. Özün götür. Hə sahibə, qəhvədanı ocağın üstünə qoy. Anna Liza, sahibəyə kömək elə. Mən axı demişdim ki, Anna Liza uzun müddət dul qalmaz. Səsini çıxarmağa macal tapmamış, Madam Dərzi olacaq. Bu sənsən, İxhalaynin. Bu keçmiş İxlaynindir. Anna Liza'nın mərhum əri. Hə, odur. Aha. Dənizə boğulmusan amma yaşamağa davam eləyirsən. İkhalaynin heç dərdi səri yoxdur. Ölümdən yaxşı qurtarıb. Niyə dərd eləsin? Həyata təzdən dünyaya qayıdandan sonra təzdən öz dul arvadı ilə evlənə də bilər. Tüpürmək lazım deyil İkhalaynin. Xuyverinin. Başqa adamlara sənin evində tüpürməyə icazə vermə.
Gözünü mənə dikmək xılayın. Baxma. Sənə nə dedim, baxma. Eşidirsən? Hüverinin evində qətl hazırlanır. Bax, gör o neynir. Hani lənətə gəlmiş İxalayının mən bu vəziyyətdə hara gedim, hə? Hara gedim? Niyə gedirsən ki? Qal burada. Kürəkənimiz ol.
Düzdür. Mən kim axtaracam axı? Hə? Anna Kaysa yaxşı qızdır. Qayğı keçdi, gözəldi. Şalvarını götür. Gördünüz? Hə? Hə? Gördünüz? Taxvo İxalayının öz qanuni toyuğuna oxşamayan daha gözəl bir qadından nə aldı, hə? Gördünüz? Anna Lisa. Arvad bir həftə küslü qaldılar. Bir həftə sakit əzab çəkdilər. Amma bu susqunluq İxalayının özünə də pis təsir elədi. Ona görə də Anna Lisa ilə söhbətə necə başlayacağını düşünməyə başladı. 2 gün söhbətinin başlanğıcını düşündü, 3-cü gün cəsarətini topladı. Al. Bu da Hoover'in verdiği kibrit. Hoover'indedir. Yok ki gedib gələnə qədər cibimdə qalıb. Deyirəm axı, orada mənim üçün niyə belə ağır idi? Buradakı cəmi bir kibrit var. Özü də yanmış. Hə? Hə. İlahi, bu dünyada nələr olur axı? Bir dənə yanmış kibritə görə gör nələr baş verdi. Как хорошо подняться в облака, подняться в облака. Если смотреть на жизнь издалека, то она беспечна и легка. На земле бывают приключения такие, ты про них не слышал и во сне. Там живут не ангелы, а грешники простые, потому они милей вдвойне. Как хорошо подняться в облака, подняться в облака. Можно смотреть на землю свысока, свысока. Film İctimai Televiziyanın kino və dublaj departamentində səsləndirilib. Filmi səsləndirdilər Nəcibə Hüseynova, Zemfira Əbdülsəmədova, Sabir Məmmədov, Əhməd Salahov, Allahverdi Yolçiyev, Ramil Zeynalov, Səid Nizami. В облака, подняться в облака. Если смотреть на жизнь издалека, то она беспечна и легка. Божию коровку ты оттуда не увидишь, не заметишь маленький ручей. Люди не обидят, и людей ты не обидишь, с высоты не видно мелочей. Как хорошо подняться в облака, подняться в облака. Можно смотреть на землю свысока, свысока, все проще пустяка. Жизнь готовит нам сюрприз, и каприз ее закон для всех. Жизнь сперва бросает вниз, а потом бросает снова вверх. Как хорошо подняться в облака, подняться в облака. Можно смотреть на землю свысока. Filmin sonu. Все проще пустяка.